28-də. Məlumat gəldi ki, düşmən təxribat törədir, atəşkəsi pozub. Nəsə yönəldik həmin istiqamətdə, Gülüstan istiqamətində, Barambat meşəsi istiqamətində. Demək, fevral ayında güclü qar var. Yerdə deyərəm ki, bəlkə də bir yarım metr qar var meşədə. Barambat meşəsidir. Nəsə, rəhmətli Teymurov Pəncəli bir yerdə idi. İstehkamçı idi. Çətinlik ilə qarlı ərazidə biraz çətindir. Mini polyan açma. Çətinlik ilə sağ olsun, Allah onu rəhmət eləsin. Yol açdı. 20-22 kilometr yol açdı. Demək, hava qaralan vaxt biz keçidə başladıq. Gecə meşənin içərisində o qədər sıx meşə var idi. Meşə o qədər sıx idi, yerdə qar. Təsəvvür edin, hərəkət eləmək mümkün olmadı. Nə sıxlıqdan, qar mümkün olmadı. Gecə elə oldu, meşədə qalası olduq. Dedik, səhər davam edəyərik. Barambat meşəsində. Neysə, yoldaşlar yatdı. Biz 2 nəfər növbətli Teymurov Pəncəli bir yerdə idi. İstehkamçı idi o. Çətinlik ilə qarlı ərazidə biraz çətindir. Mini polyan açma. Çətinlik ilə sağ olsun, Allah onu rəhmət eləsin. Yol açdı. 20-22 kilometr yol açdı. Demək, hava qaralan vaxt biz keçidə başladıq.